Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə Təbrizim şeirinin izahını verəcəm. Təbrizim şeirində mövzu nədəndir? Təbii ki də burada Cənub və Şimal Azərbaycan mövzusunda qələmə alınmışdı. Həmçinin burada Təbrizin gözəlliyinin tərənnüm edilməsinə də yer verilibdir. Burada deyə bilərik ki, ictimai-siyasi mətləbə də yer verilibdir. Biz bunu Almaz İldırımın Əsr Azərbaycan şeirində, Durnalar şeirində, yəni Zakirin Durnalar şeirində də görə bilərik ki, ictimai-siyasi mətləblərə yer verilibdir. Yəni Təbrizim şeiri də bu sırada olan şeirlərdən biridir. Həmçinin Təbrizim şeirində igidlərin tərənnümünə də yer verilmişdi. Gəlin indi şeirin təhlilinə keçək, mövzusuna baxaq. Baxdıqca hüsnə doymayır gözüm. Təbrizim, Təbrizim, gözəl Təbrizim. Təbrizim, Təbrizim dedikdə burada təkrar nümunəsidir, sadalanıbdır. Qoymaram yadları girsin qoynuna. Burada yad dediklə farsları nəzərdə tuturdu. Cənub Azərbaycan mövzusunda yazılmış əsərlərdən biri idi. İzin ver qolumu salım boynuna, sənin bayramına, sənin toyuna, dili bir, qanı bir qardaşın gəlib. Dili bir, qanı bir deyəndə isə burada Şimal və Cənub Azərbaycana işarə vardı ki, yəni özlərini qardaş kimi qələmə vermişdi. Yəni biz eyni bir qardaşıq, dərdinə aşina sirdaşın gəlib. Yəni burada dərdinə dedikdə isə sənin dərdin mənim dərdimdir. Şeirin bölgüsünə baxanda əsasən 6-5 plus şəklində olacaq. Qoymaram yadları girsin qoynuna. Burada 6 5 şəklindədir. İzin ver qolumu salım qoynuna, sənin bayramına, sənin toyuna, dili bir, qanı bir, qardaşın gəlib, dərdinə aşina, sirdaşın gəlib. Deməli, şeirin əsasən bölgüsü 6 plus 5 şəklində olacaqdır. Daha sonra burada sən çıxdın qarşıma duzla çörəklə. Burada Azərbaycan xalqının adət ənənəsinə yer verilmişdir ki, Azərbaycan xalqı da qonaq qarşısına duz və çörəklə çıxırdı. Bağından dərdiyin güllə çiçəklə, ikiyə bölünməz saf bir ürəklə. Burada ictimai-siyasi mətləblərə yer verilib ki, yəni biz bir dövlətik, biz heç bir vaxt ikiyə bölünməni. Biz bunu İstiqlal poemasında da görə bilərdik ki, Azərbaycan heç bir zaman ikiyə bölünməz. Yəni burada da eyni mövzuya toxunulubdur. Təbrizim, Təbrizim, aman Təbrizim, yox olsun başından duman Təbrizim. Burada Təbrizim sözünə biz həm bəydi xitab deyirik. Həmçinin biz buradakı Təbrizim sözünə rədif deyə bilərikmi? Xeyr, bunu rədif deyil. Biz buna nə deyəcəyik? Bəs təkrir. Nəyə görə biz buna rədif demirik? Bütün misralarda, yəni daha doğrusu bəndlərdə Təbrizim var. Çünki bunun qafiyə quruluşu eyni Almaz İldırımın Əsr Azərbaycan şeirində olduğu kimidir. Yəni 3 dənə A, B, B, C, C, F, F. Görürsünüz, yəni burada qafiyələr eyni olmadığına görə son iki bənddə biz buna rədif deyə bilmirik. Təbrizim, Təbrizim, aman Təbrizim. Burada Təbrizə həm xitab var, həm də təşrirdir. Qədrini ayrılıq çəkənlər bilər. Yəni ki, burada səndən ayrı düşənlər sənin qədrini biləcəkdir. Hicrində göz yaşı tökənlər bilər. Yəni ayrılıq üçün sənin ayrılanda sənin üçün ağlayanlar sənin qədrini bilər. Ömrünə qaranlıq çökənlər bilər. Bağından gül çiçək dərdim Təbrizim, yenə təzələndi dərdim Təbrizim. Burada cinas qafiyələri yer verilmişdi. Birinci dərdim sözü gülü dərməkdir. İkincidə isə dərd mənasında, yəni dərd ismi mənasında verilibdir və burada eyni cür yazılıb başqa mənalar verdiyinə görə cinas qafiyəyə yer verilmişdi. Yəni Təbrizim təkrir və bədii xitabdan istifadə olunubdur. Nə qəşəngdir yol boyunca söyüdlər. Artıq burada Təbrizin təbiətinə heyran olduğunu göstərir. Söyüdlərin kölgəsində igidlərə toxunubdur. Yenə Azərbaycan adət ənənəsi babalar hər zaman igidlərə öyüd nəsihət verirlər ki, babalardan dinləyirlər öyüdlər. Kim? İgidlər. Coşur damarlarda qanı Təbrizim, yoxdur bu mərdlərin sanı Təbrizim. San dedikdə burada mərdlərin sayı hesabı artıq yoxdur deyir. Yenə Təbrizim sözünə biz nə deyəcəyik? Bədii xitab və təkrir. Ağlasan ağlaram, gülsən gülərəm. Yəni burada Təbrizin hansı hal vəziyyəti keçirməsi müəllifdə də eyni halı yaşadırdı. Sən ağlasan mən də ağlayacağam, sən gülsən mən də güləsəm. Yaşasan yaşaram, ölsən ölərəm. Varımı səninlə yarı bölərəm. Gəl bir üzündən öpüm Təbrizim, başına gül çiçək səpim Təbrizim.
Nədir o mənalı dərin baxışlar? Burada artıq ictimai-siyasi mətləblərə yer verilibdir. Dərin baxış dedikdə artıq Təbrizin gözündə bir növ qəmginlik görürdü. Nədir gözlərindən yağan yağışlar? Burada onun ağlamasını yağan yağış kimi bildiribdir. Nədir qəlbindəki payızlar, qışlar? Bax, ictimai-siyasi mətləblərə yer verilibdir. Yetim tək boynunu burma Təbrizim. Məlum baxıb durma Təbrizim. Burada Təbrizim dedikdə yenə bədii xitab, belə yazıqdır. Bədii xitab, təkrar nümunəsi, həmçinin buradakı Təbrizim sözünə metonimiya deyə bilərik. Nəyə görə metonimiyada deyirik biz buna? Çünki Təbrizim dedikdə burada artıq xalq mənasında nəzərdə tutulurdu, amma buradakı Təbrizim isə xalq mənasında nəzərdə tutulmurdu deyə biz ona metonimiya demirdik. Sənin çiçəyinə, gülünə qurban, şair özünü onun Təbrizin çiçəyinə, gülünə qurban deyirdi. Mənə qardaş deyən dilinə qurban, vətəninə qurban, elinə qurban, baxdıqca hüsnə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim. Deməli, baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim, baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim. Görürük, bax, birinci İlk iki misra ilə sonuncu iki misra eyniyyət təşkil edirdi. Biz bunu Mikayıl Müşfiqin Yağış Yağarkən şeirində də görə bilərdik. Təkirdən istifadə olunub, həm burada cins qafiyədən istifadə olunub, farslara işarə edirdi, yadlar dedikdə farsları nəzərdə tuturdu, Şimal və Cənub Azərbaycan qardaşlığına işarə edirdi, özünü Təbrizdə sirdaş hesab edirdi. Deməli, burada qafiyə quruluşu Almas İldırımın Əsra Azərbaycan Heydər Babaya salamla eyniyyət təşkil edirdi. Burada şairin arzusuna yer verilib ki, Təbrizin azad olsun. Deməli, Təbrizin bəzi yerlərdə təkrar kimi işlənibdir. Bəzi yerlərdə isə metonimiyadır. Təbriz dedikdə burada Təbriz xalqı nəzərdə tutulurdu. Daha sonra burada Nikbin Əfva Ruhiyyəyə yer verilmişdi. Təbrizin bir növ təbiətinin gözəlliyinə toxunulmuşdu. Babalardan öğütlərin dinlənməsi, qonağın qarşısına duz çörəklə çıxması, biz buna nə deyəcəyik? Təbii ki də biz buna deyəcəyik xalqın adət-ənənəsinə yer verilibdir. İctimai-siyasi mətləblərə də toxunulubdur. Özünü qurban deyirdi. Daha sonra bütün bəndlərdə Təbrizə müraciət yox idi. Çünki baxın, biz bu bəndi görürsünüz. Bu bənddə ümumiyyətlə Təbrizin adı çəkilməmişdi. Burada Təbrizin adı yoxdur, amma digərlərində isə Təbrizə müraciətə yer verilmişdi və Təbrizin adı çəkilmişdi. Daha sonra burada vətəndən ayrı yaşaya bilməyəcəyini vurğulamışdı. Bu qədər, yəni asandır. Şeirin bu təhlilinə baxanda isə əsər lirik növdədir, heca vəznindədir. Əsər poema janrında deyildi. Tərənnüm burada aparıcı idi, nikbinlik vardı. Bu şeirdə yadda saxlayın. Bəzən bunu oxuyanda deyir, burada farslara işarə varsa nikbinlik yoxdur. Bu yanlışdır. Müxəmməs deyil. Müxəmməsin qafiyə quruluşu tamamilə başqadır. Təbrizim sözü burada deyir rədifdir. Burada səhvdir. Buna baxmayın. Ümumiyyətlə xahiş edirəm. Əsər Cənubi Azərbaycan taleyi ilə bağlı siyasi mətləblərə toxunulubdur. Şimal və Cənubi Azərbaycanlarına işarə var. Burada bədii suallar işlənibdir. Cənub lirikasına aid əsərlərdən biri idi. Bütün bəndlərdə bədii sual yox idi. Əsər ikiyə bölünmüş, vətənin ağrı acılarından istifadə olunubdur. Yəni vətənin ağrı acıları əks olunubdur burada. Öğüt almaq, gələn qonağı duz çörəklə qarşılamaq el adət-ənənəsinə yer verilibdir. Daha sonra demək olar ki, hər bir şeyi dedik. Bədii suallara baxaq. Baxın, burada bədii suallara yer verilibdir. Bütün bəndlərdə bədii sual yoxdur. Təbrizim sözünə dedik ki, təkrardır. Bəzi yerlərdə Təbrizim sözü isə xalqı nəzərdə tutduğuna görə metonimiya nümunəsi deyə bilərik. Birinci, ilk iki misra, son iki misra ilə eyniyyət təşkil edir. Sağ olun, salamat qalın.